Adil Əliyevlə Qarabağ veteranı arasında nə baş verir? İcra başçısı Ceyhun Ağayevi məhkəməyə verib. 44 günlük Vətən müharibəsinin veteranı Ceyhun Ağayev Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilib. Günün Səsi İnfonun xəbərinə görə icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 böhtan və 148-ci təhqir maddəsi ilə cəzalandırılmasını istəyib. Ceyhun Ağayev iddia edib ki, o Suraxanı rayonunda qanunsuz tikintilərin inşası üçün rüşvət alınmasına qarşı çıxdığı, həmçinin Adil Əliyevin vətəndaş qəbulunda onunla mübahisə etdiyi üçün cəzalandırılır. Qeyd edək ki, Ceyhun Ağayevin adı indiyə qədər bir neçə qalmaqallı olaylarda çəkilib. Məsələ ilə bağlı Adil Əliyevin özünün mövqeyini öyrənməyə çalışsa da sayt, icra başçısı telefonun dəstəyini qaldırmayıb. Bir daha xatırladım ki, bu əziz tamaşaçılar Günün Səsi İnfonun yaydığı məlumatdır və deməli, icra başçısı ilə həm də keçmiş vitse-spiker Adil Əliyev indi hazırda Suraxanının icra başçısı. Onunla Qarabağ qazisi arasında yaşanan insidentdir.